Bu küçə şəhid Elnur Hacıyevin adını daşıyır. İndi başqa bir şey göstərəcəm sizə. Abşeron rayon Xırdalan şəhərinin Xırdalan dəmir yol stansiyasına gələn yoldur. Bax bu yol. Və gördüyünüz kimi bu küçə bir şəhidin adını daşıyır. Və şəhid adını daşıyan küçənin vəziyyəti bu formada olarmı? Baxın. İt ölüb, qalıb burada. Qurd basıb buranı. Baxın. Və bir bu vəziyyət yaranıb. Şəhidə bu qədərmi hörmət varmı? Şəhidə bu cür nə hörmət qoyulurmu? Bu küçədə. Küçənin adını daşıyır. O şəhid olmuşdu, bu cür nə murdar bir küçələrə adı verilsinlər. Yəni bu cür nə hörmət qoyulsun bu şəhidə. Nə səbəbi Abşeron rayon icra hakimiyyəti və Abşeron rayon ərazi nümayəndəliyi bu ərazilərə baxmır. Səbəb nədir, marağı nədir? Bax bu cür nə qurunç sular axır, kanalizasiya suları axır. Rəzil bir gün. Vəziyyətli iğrənc bir gün. Baxın. Şəhidin adını daşıyan küçə. Və şəhidə qoyulan hörmət. Bu. İtin ölüsü orada, qurdu basıb. Zibil bu dərəcədə. Bəs o zibil kutusu nəyə lazım idi? Oraya qoyulmuşdu, boş-boşuna qalıb. Səbəb nədir? Vətəndaş atmışdı səbəbi. Vətəndaş atmışdı, niyə yerli qurum bu zibili buradan təmizləmirdi? Maraq nə idi? Demək, Abşeron rayon icra hakimiyyəti başçısı normal şəkildə işləsə, onun yerli qurumları da, icra orqanları da normal şəkildə işləyər. Belə baxırıq ki, Abşeron rayon icra hakimiyyəti başçısının işində məsuliyyəti yoxdur. Məsuliyyətli işin həmişə dadı ləzzəti olar. Ona görə də bu günləri məsuliyyətsiz işin iyi ufunəti bu olur. Budur. İğrənc bir vəziyyət. Və bu da ki, burada Millennium dondurma sexinin zibillərdir, gətirib tökürlər bura, baxın. Həmən bax bu şəhidin adına qoyulan hörmət. Millennium dondurma sexinin zibillərdir, bax bura. Gətirib yığıblar bu boçkanın içinə, su quyusudur, nə quyusudur. Ancaq bu daşın içərisinə yığıblar. Və həmən küçənin də adı budur. Şəhid Elnur Hacıyev küçəsi. Bəs bu şəhidin adına bu qədərmi hörmət qoyarlarmı? Rəzil günə salarlar.